Salamlar, hər vaxtınız xeyir olsun. Necəyik? Ümid edirəm ki, hər biriniz yaxşısınız. Bugün sizinlə danışmaq istədiyim bir məsələ var. Mən psixoloq Könül Babaşzadə sizlərlə bir yerdə. Enerji məsələləri, ümumiyyətlə enerji nədir? Biz həyatımızı hansı şəkildə yönləndiririk və bu enerjini necə paylayırıq? İlk öncə mən lövhə üzərində izah eləmək istəyirəm ki, hər birimizə aydın olsun və mən bunu daha çox daxili qadın və daxili kişi obrazları üzərində izah eləmək istəyirəm. Çünki hər bir insan münasibət qurur və insanların demək olar ki, əksəriyyəti münasibətdə yaşadığı problemlərə görə anlaşılmazlıq yaşayır. Məsələn, bu problemlər içərisində biz iş münasibətlərini, partnyor münasibətlərini, insanlarla olan münasibəti ayırt edə bilərik. Mən burada qısa şəkildə izah eləyəcəm təbii ki sizə. Məsələn, bir təsəvvür eləyək ki, bu qadındır. Yəni enerjini bu şəkildə izah edəcəm. Mən bunu real qadın və həqiqətən daxili mənəvi mənasında. Daha sonra bir də var ki, bu kişidir. Düzdürmü? Bu misal üzə burada yazıram enerji. İndi ola bilər ki, orada görünməsin. Siz əsasən mənim dediyimə fokuslanmağa çalışın. Deməli, bir qadın bir kişiyə nə verə bilər? Yəni enerjinin çox sadə və rahat şəkildə izahıdır bu. Yəni bundan o tərəfəsi deyərdim ki, yoxdur. Bir qadın bir kişiyə verir. Məsəl üçün deyək ki, həyatdan dəyər verir. Təsəvvür edək ki, dəyər verir, qayğı verir, diqqət verir, düzdürmü? Sonra sevgi verir, daha sonra özgüvən verir. Kişiyə məsəl üçün yetərlilik verir. Daha sonra yetərlilik verir, sonra pozitiv enerji verir, düzdürmü? Pozitiv enerji verir. Hətta bəzi durumlarda belə biz yaza bilərik, məsəl üçün tutalım ki, maddi dayaq rolunu oynayır. Misal üçün, yəni bura siz özünüz də götürüb yaza bilərsiniz. Məsələn, qadın yerinə, məsələn, yaza bilərsiniz ki, tutalım, mən Leyla və yaxud da mən Könül, fərqi yoxdur. Bir dənə adı qoya bilərsiniz. Bu qadındır və bu verdiklərim də mən kişiyə nəyə ki verir? Hə, bir də bura əlavə eləyə bilərik. Cinsəllik, fiziksel təmas, məsələn, bunları da bura əlavə eləyə bilərik. Düzdürmü? Elədik. Yəni, bir qadın bir kişiyə nəyi verirsə, kişi də bunu deyək ki, alır. Burada olur alan tərəf. Qadın oldu verən tərəf, kişi oldu deməli alan tərəf. Düzdürmü? İndi əksi mümkündürmü? Mümkündür. Bir kişi bir qadına nələr verir? Deyək ki, dayaq verir. Düzdürmü? Deyə bilərik. Güvən verir, sevgi verir, qayğı verir, diqqət verir, qayğı, diqqət, sonra özgüvən, daha sonra maddi azadlıq, mənəvi azadlıq və s. Yəni, kişinin, belə deyək ki, verə bildiyi şeylər. Və kişi də bunu verir. Bu zaman kişi verən olur, qadın alan olur. Yəni ki, enerjini qısa şəkildə belə izah eləmək istəyirəm ki, bir qadın bir kişiyə nəyisə verirsə, kişi alan olur. Bir kişi də bir qadına nəyisə verən olursa, qadın alan olur, kişi verən olur. Bunu başa düşdükmü? Düşdük. Bu isə sizə aydın oldu. İndi mən sizinlə çox belə həssas bir yer olan nöqtəyə gəlirəm. Alan-verən münasibətlərinə. Deməli, birinci biz veririk, verən, daha sonra alırıq. Düzdürmü? Aha. Və yaxud da ki, alanıq, kimsə bizə verir. Düzdürmü? Hər ikisində nə baş verir? Hər ikisində nə baş verir? Hər ikisində o baş verir ki, qarşılıqlı nə olur? Enerji. Enerji məsələsi olurmu? Olur. Alan verən. İndi baxaq görək biz enerjini harda pozuruq? Gəlin ilk öncə buradan başlayaq. Biz enerjini o halda pozuruq ki, yəni bu hissəyə diqqətlə qulaq asmağınızı istəyirəm. Biz ancaq veririk. Qayğı, güvən, dəstək, etiraz, seks, həyat, yaşam, hər şey ancaq veririk. Vəd oluruq nə? Qurban, oluruq fədakar, oluruq xilaskar. Ya yazığımız gəlir veririk, ya dəyişər deyə veririk, ya necə deyim, məni sevsin deyə veririk, mən yetərli olum deyə veririk, mənə geri dönsün deyə veririk, məni tərk etməsin deyə veririk. Yəni nəyisə veririksə aşırı şəkildə qorxduğumuz şeylərə tutunmaq üçün veririk. Və qarşı tərəfdə alır, qayğı, güvən, sevgi, seks, həyat, hər şey və sənə qorxduğun o hansı duyğudan ki qorxurdun, tərk edilmək, rədd edilmək, itirmək, məsəl üçün də nədən ki qorxurdun, bu
Kişi, məsəl üçün, qadın timsalında izah. Bu kişi bu qorxunu davamlı olaraq sənə şuurlu şəkildə yaşatmağa başlayır. Sən bunu başa düşmürsən, amma şuuraltı səviyyən bunu başa düşür. İzah edirəm və kişi alır, yığdı və sən o yanda kiçildi. Başladı onun enerjisi o qədər böyüdü. Axı sən verdin enerji, aura. Enerji nə idi? Mən özümdə olanın bir hissəsini qarşı tərəflə bölüşürəm. Bunu iş münasibətinə dair də eləyə bilərsiniz. Bunu sevgi münasibətinə dair də eləyə bilərsiniz. Bunu bütün münasibətlərə aid eləyə bilərsiniz. Yəqin ki, bu hissə də sizə aydın oldu. Mən əminəm ki, çox fərqlilik yaşadı. Bu arada mən sizi dəvət edirəm mənim təlimlərimdə iştirak eləməyə. Orada mən daha dərindən izah edirəm. Mənim həm ödənişli, həm ödənişsiz təlimlərim olur. Əsas praktik hissənin izahını mən ödənişli təlimlərimdə keçirəm. Əgər sizə də maraqlıdırsa, qoşula bilərsiniz və tövsiyə edirəm sizə. Okey, indi gəlin, mən bir misalda deyim. Arada reklamlar da getdi. Okey. Deməli, bu verdi, verən. Bu aldı. Əgər mən çox verirəmsə, həddindən artıq çox verirəmsə, bu alan böyüyür. Alan şəxs böyüyür, şişir. Daha da sən qorxursan, daha çox qayğı, daha çox itirmə qorxusu, daha çox dəyər, daha çox dəyərsizlik, daha çox sevgi verirsən, daha çox sevgisizlik yaşayır. Nəyi çox verirsənsə aşırı şəkildə, yəni özünə xəyanət edərək daha çox nəyi verirsənsə, daha çox nəyi verirsənsə, bunu yadında saxla. O sənə misliyinə 2 qat gəlir və sən davamlı deyirsən, mən tərk edilirəm, mən rədd edilirəm, mən yox olunuram, mən itirməkdən qorxuram, mən münasibətdə dəyərsizlik yaşayıram, mən özgüvənsizlik yaşayıram, mən istədiyim kimi ola bilmirəm, bla. Amma əslində verən tərəf şuuraltı səviyyədə qorxularını oynayır. Yəni, onun qorxusu da uşaqlıq travmalarına gəlir. Bu haqda Ana və Ata YouTube kanalını izləyə bilərsiniz. Hansı ki, valideynlərindən ona istəmsizcəsin yeridilmiş qorxularıdır ki, şuuraltı deyir ki, davay, mən səndən təkrar senarilər yaşayacaq. Onu da tətikləyən insanlar çıxarır. Partnyor çıxarır, müdir çıxarır, iş yoldaşı çıxarır, valideyn çıxarır. Hətta valideyn özü belə bunu sizə yaşada bilər istəmsizcəsinə. Və sən bu daha çox verən, aşırı verən insanlar, yəni burada siz başa düşdünüz nə mənada vermək gedir, yəni enerji səviyyəmizdə. Biz kiməsə dəyər, güvən, sevgi, qayğı, diqqət veririksə, biz enerjimizin bir parçasını qarşı tərəfə ötürürük. Və qarşı tərəf ancaq alırsa, yəni alan tərəf bizə heç nə vermirsə, o qədər şişir, yəni loru dildə izah edirəm, böyüyür və səni görmür. Sən onun üçün xırdalaşırsan, yəni lap balaca olursan. İzah edə bilərəm. Və sən öz enerjini pozursan. O bir söz var, deyir, enerji sənin ən bahalı sərvətindir. Yəni, sən onu kimə verdiyinə bax. Pozdun. Hansı halda sən bunu pozdun? Daha çox hansı halda sən pozdun danışanda? Məsələn, deyək ki, daha çox sən qurban oldun. Mən yazığam, məni gör, məni sev, məni eşit, məni tanı, məni istə, şuuraltı olaraq. Ya oldun xilaskar, mən onu dəyişəcəm, o səhvini başa düşəcək, o peşman olacaq, o geri dönəcək, o bunu bədəli ilə ödəyəcək. Hamısı ego. Birində zəif egodur, yəni özünü daxilən o qədər dəyərsiz, yetərsiz hiss edirsən ki, deyirsən ki, məsəl üçün, bir dəqiqə. Deyirsən ki, məsəl üçün, qoy bunu deyiləyim sən Allah, mənə birdən şey eləsin. Qoy filan şey deyiləyim, mənə sevsin. Qoy filan şey də mənə dəyər etsin, mənə görsün. Zəif egodur. Birində xilaskar, sən üstünsən. O insandan da üstünsən sanki. Mən onu xilas eləyəcəm. Bax, mən sənə pul verirəm. Bax, mən sənə nə bilim, ev alıram, maşın alıram. Bax, mən sənə sevgini belə partda verirəm. İstəmsizcəsinə. Xilaskar hər ikisində egodur. Və bu, ego səviyyəsindən sevmək YouTube kanalında izləyin o hissəni. Bu, sağlam sevgi deyil, sağlam münasibət olmur, toksikə çevrilir. Çünki sən özünə xəyanət edərək qurban və xilaskar rolundan çıxıb qarşı tərəfə verirsən və enerjini belə deyək ki, pozursan. İndi başa düşdün ki, sənin enerjin harda pozuldu və alan tərəfdə səni görmür. Amma indi gəl danışaq, bəs necə eləyək ki, və bundan da son qoyum videoya, bəs necə eləyək ki, enerjimiz alma-vermə şəkli üzərində qurulsun? Düzdürmü? Gəlin bu hissəni danışım, mən sizdən artıq yekunlaşaq. Deməli, yenə bir plamaster problemi yaşayıram. Okey, yenə bir qadın təsəvvür eləyək.
Yenə bir kişi təsəvvür eləyək. Düzdürmü? Bu qadın oldu, bu kişi oldu. İndi dayı yazmıram və xırdaçılıq etmək istəmirəm. İndi demək istədim bu. Qadın kişiyə nəyi verirsə, mən enerji səviyyəsindən, həqiqi ürək səviyyəsindən qadın kişiyə nəyi verirsə, kişi onu alırsa, həqiqi ürək səviyyəsindən alırsa, kişi də ona verir, qadın da ona verir. Eyni şey qadın üzərindən dedim. Burada indi bilirəm bəziləriniz yoruma düşəcək. Niyə biz həmişə kişiyə verməliyik? Söhbət qadın kişidən getmir. Burada söhbət o deyil. Yəni burada eyni şey kişiyə də aiddir. Əgər kişi də nəyisə qadına ürəkdən verirsə, qadın da həqiqətən kişi ürəkdən verir. Yəni burada kişi-qadın söhbəti getmir. Bu hissəyə girməyin. Məsələ tamam fərqlidir. Əgər səhv başa düşmüsünüzsə, başqa videolarda baxın. Okey. Yəni biz bir-birimizə fərqi yoxdur. İş, şəxsi və s. nəyisə bir-birimizə veririksə, bu qarşılıqlı olmalıdır. Dəyər, güvən, sevgi, cinsəllik, yaşamaq, gəzmək. Və uyğunlaşa bilmədiyimiz nə var? Bizim enerjimizə negativ təsir edən nə var? Onu oturub kommunikasiya prosesi ilə biz çözməyə çalışmalıyıq ki, əzizim, bizim aramızda bax bu problem var. Ortaq dil tapaq. Ortaq dil tapıb, ola bilər o məndən nədəsə narazı olsun və yaxud da ki, mən ondan narazı olum. Ortaq bir tapırıq, tam yəni bir-birimizi eləyirik ki, yəni bir-birimizin enerjisinə, bir-birimizin sevgisinə, dəyərinə, güvəninə hörmətsizlik etmirik. Ay, mən dediyim olsun, o desin, yox, mən dediyim olsun. Bu dava qırığına girmirik. İzah eləmək istəyirəm, nə demək istəyirəm? Sadəcə və sadəcə anlaşırıq, əgər uyğunlaşmadıq. Amma yox, kişi də davamlı sizə verir, qadın alır. Siz ya qurbansınız, ya onun üçün necə deyim ki, xilaskarsınız, ya da ki, zor gücünə nəyisə elətdirmək, hətta onu demədim, agressorsuz, hər şeyi agresiya ilə eləməyə çalışırsınız. Bu da düzgün bir şey deyil. Yəni, toksik münasibətlərin təməli insanın öz enerjisinə hörmət etməyidir. Mən sevgimi, dəyərimi, güvənimi bilməliyəm necə insanlar verir. Məsələn, mən psixoloq Gönül Babaşzadə hər insanı seansa götürmürəm. Mən götürərkən birinci ödənişsiz konsultasiya vərəqəyə göndərirəm. Baxıram ki, o insanın problemi nədir? O insanın münasibət tərzi nədir? Misal üçün deyirəm. Mən bu insanı götürməyə ehtiyac duyuramsa götür. Amma görürəm bu insanın məsəl üçün davranış fonu, özünü aparması, enerji səviyyəsi o deyilsə, mən artıq o insanı götürmürəm. Bu mənim özümə qoyduğum sərhəd, enerjimə qoyduğum hörmətdir. Yəni mən elə bir insan götürə bilərəm ki, o gəlib məsələn deyirəm, seansda məni söyə bilər. Elə bir insan götürə bilərəm ki, mənə hörmət eləyə bilər. Burada məsələ mən deyiləm, misal üçün deyirəm. Burada həmən insandır. Yəni bunu misal üçün dedim və yaxud da sən həyatında elə bir kişi seçə bilərsən ki, o kişi sənə dəyər verə bilər, sevgi verə bilər, güvən verə bilər, maddiyyat verə bilər, mənəviyyat verə bilər. Və yaxud elə bir kişi seçə bilərsən ki, səni döyə bilər, təhqir edə bilər, alçalda bilər. Yəni seçim. Başa düşdünüz nə demək istəyirəm. Ümidvaram ki, bura qədər yenə də başa düşdünüz. Yəni burada danışmaq istədiyim sfera, ən böyük sfera, deməli, enerji. Enerjimizdə nə formalaşdırır? Bizim özümüzə ölçdüyümüz dəyərlər sistemi. Danışmaq istəyirəm artıq yazmayayım, qısa bir özət keçək və sizlə sağollaşıram. Enerjimizi nə müəyyən edir? Bizim özümüzə olan sevgi şəklimiz, bizim özümüzə olan dəyərimiz, bizim özümüzə olan güvənimiz, bizim özümüzə olan yaşam sevincimiz. Yəni, bir insanın özünə olan münasibəti onun enerjisidir. Və sən gündəlik müxtəlif insanlarla söhbətdəsən, müxtəlif insanlarla kommunikasiyadasan, gəzintidəsən, iş yerindəsən və s. Sənin harada olmağın, sənin hansı insanı seçməyin, sənin kimlərlə olmağın, nə cür danışmağın, yəni sənin özü olan dəyərini müəyyən edir. Bir misal var, yəqin ki, bu misalla tam belə kapaq qoyacağım. Deyir, suyu dilənçi satırsa 20 qəpiyə alırsan, mağazindən alırsansa 50 qəpiyə alırsan, aeroportda alırsansa 1 manata alırsan. Yəni, məsələ su deyil, məsələ suyun olduğu yerdir. İndi təsəvvürün o suyun yerində sizsiniz və siz özünüz seçin. Dilənçinin yanındasınız, marketdəsiniz, yoxsa aeroportdasınız. Və sən özünü hansı dəyərə layiq bilsən ki, mən məsəl üçün dilənçinin yanında olum, yoxsa marketdə olum, yoxsa aeroportda olum, o dəyəri orada görəcəksən. Yəni, dəyər o insan verə bilir ki, o insan da özünə dəyər verir və o insan da sənə dəyər verə bilir. Amma sən özünə dəyər vermirsənsə, sən özünü gedib zibilliyə layiq görürsənsə, zibillikdə olan biri də sənə zibil kimi dəyər verəcək. Nə gözləyə bilərsən? Məsələn, bağçada olan biri sənə bağçadakı kimi dəyər verəcək. Yəni, başa düşdünüz nə demək istəyirəm? Ona görə nəyisə çöldə axtarmaq yerinə içimizə fokuslanaq. Mən özümə nə dəyər verirəm? Mən indi hansı ortamlardayım? Mən necə insanlarla əhatələnmişəm? Və yaxud da mən negativ insanlarla, mən düzgün olmayan
münasibətlərdəyəmsə, burada mənim hansı qorxularım var ki, mən özümü bu cür yerlərə layiq görmüşəm. İstəyirəm bu barədə düşünəsən və fikirləşəsən. Əgər sənə də maraqlıdırsa, mənim ödənişli təlimlərimə qoşularaq öz üzərində inkişaf yolu keçə bilərsən. Mənə Instagram vasitəsilə, Telegram kanal vasitəsilə belə deyək, əlaqə saxlaya bilərsən və öz üzərində işləmək gec deyil. Ümidvaram ki, bu ödənişsiz sunduğum video sənin üçün çox faydalı oldu. Hər birinizə uğurlar arzu edirəm. Diqqətlə dinlədiyinizə görə isə təşəkkür edirəm. Sağ olun.